Bildiyimiz kimi gündəlik ərzaq məhsulları istehlakçılar tərəfindən ümumişlək və ümumişlək olmayan simvolik qrupa ayrılır. Ümumişlək qrupa yüksək xüsusi riskli və aşağı riskli qida məhsulları daxildir. Söhbət uzun müddət saxlana bilən qida məhsullarından gedir. Bu fikirləri konkret AZA açıqlamasında qida eksperti Seymur Qafarov bildirib. Yüksək riskli qida məhsullarına hissə verilmiş və açıq halda satılan toyuq və balıq məhsulları da daxildir. Gündəlik olaraq müxtəlif bazarların piştaxtalarında açıq şəkildə satılan toyuq, quş əti və balıq məhsullarına rast gəlirik. Sözsüz ki, bu məhsullar yüksək riskə daxil olduqlarına görə açıq şəkildə qətiyyən satılmamalıdır. Qış aylarında bu bəlkə də biraz mümkündür. Qida təhlükəsizliyi nöqteyi nəzərdən məsələni qiymətləndiririksə, o vaxt ət məhsulları 0 və +4 dərəcə temperatur aralığında olan soyuducuda saxlanmalıdır. Bu məhsullar satılan vaxt isə onların üzərində toyuq ətinə dair ekspertiza aktları, kiçik və iri buynuzlu heyvanlarda isə mütləq baytarlıq şəhadətnaməsi olmalıdır. Ekspert əlavə edir ki, küçədə satılan toyuq və balıq məhsullarının daşınma qaydalarına da diqqət yetirilməlidir. Başqa məqamda həmin məhsulların rəfdə saxlanma müddətinə diqqət yetirilməlidir. Onları buz içərisində xüsusi qablarda və yaxud da digər soyutma sistemi olan nəqliyyat vasitələrində qablaşma şəklində daşımaq vacibdir. Bu məhsullar sadaladığımız tələblərə cavab vermədikdə, qeyri-peşəkar şəkildə saxlandıqda insan həyatı üçün təhlükə faktoru yaradır. O cümlədən qusma, ishal, zəhərlənmə hallarına yol aça bilər. Bu da öz növbəsində insan sağlamlığına ciddi təsir göstərir. Qafarov qeyd edib ki, küçədə üstü açıq satılan məhsullar bir sıra təhlükələrə yol aça bilər. Bunlar əsasən aşağıdakılardır: sağlamlıq riskləri, mikroblar və xəstəliklər, hava ilə yayılan bakteriya və viruslar qida səthinə düşərək qida zəhərlənməsinə səbəb ola bilər. Zərərvericilər, açıq qalan yeməklər, böcəklər, sıçanlar və başqa heyvanlar tərəfindən çirklənə bilər. Temperatur dəyişikliyi, isti havada qida tez xarab ola, soyuq havada isə müəyyən məhsullar keyfiyyətini itirə bilər. Saxta və standartlara uyğun olmayan mallar, küçədə açıq satılan məhsulların çoxu gigiyenik nəzarətdən keçmədiyi üçün tərkibi və istehsal şəraiti məlum olmur. Etiket və son istifadə tarixinin olmaması, qida və kosmetika məhsullarının saxlanma müddəti bilinmədikdə istifadə vaxtı təhlükəli ola bilər.